Biz Həzrət Əli əleyhissalamın gənclərə nəsihət, gənclərə məktubunu izah edirdik və bu günlər də düşür xanım Zəhra Səlamun əleyhanın əyyam günlərinə. Buyurur Həzrət Əli əleyhissalam ki, və həzzirhu savlətəd dəhr. Qəlbinizi zamanın amansız hücumları ilə qorxudun. Zaman çox amansız hücumlar edir. Bunu izah etməyə çalışaq. Bu cümlənin iki mənası var. Daha doğrusu iki növ izah etmək olar. Bir növ izah etmək olar ki, zaman tez keçir, ömür tez gedir və zaman amansızdır. Belə də izah etsək, izah eləyə bilirik. Alimlər deyirlər ki, zamanı görək saxlayasan. Amma zaman necə saxlayasan? Zaman necə saxlamaq olur? Zamanı özün doldurasan. Zaman sənin günlərini səndən almasın. Elə eləyəsən ki, zamanda sənin ömrün boyu nə qədər yaşayırsansa, bu yaşadığın günləri özün doldurasan. Zaman axarı səni aparmasın. Yəni, səni yaşa, zaman doldurmasın. Sən özün yaşını doldurasan, özün günlərini doldurasan. Görürsünüz, iki nəfər insan yaşayıblar, ikisi də eyni yaşda olublar, biri 50 yaşındadır və o biri də elə 50 yaşındadır. Təqvim etibarilə ikisinin də 50 yaşı var. Amma birini 50 il zaman qarşısına qatıb aparıb. 50 il. Orada ancaq ildir, başqa bir şey yoxdur. Bunun yalnız 50 ili var. O 50 il də yalnız və yalnız zamandan ibarətdir. Başqa bir şey yoxdur. Həzrət Əli əleyhissalam buyurur ki, qəlbinizi zamanın amansız hücumundan qoruyun. Qorxudun qəlbinizi. Çünki zaman çox amansızdır. Amma elə həmin günləri, həmin illəri yaşayıb başqa biri də, amma bu illərində bu yaşayan insan zamanı doldurur. Bunun 50 ili 50 insana, 50 min insana, 500 min insana faydalıdır. Bunun hər ili bir kitabdır. Bunun hər ilindən bir kitab yazmaq olar. Nümunəvi bir yol kitabı yazmaq olar. Hər ili faydalıdır. Peyğəmbər səlavatıllaha baxsaq ki, nümunə olaraq Peyğəmbər haqqında Quran buyurur ki, and olsun sənin ömrüvə. Peyğəmbərə buyurur. Ləamrükə, and olsun sənin ömrüvə. Maraqlıdır. Allah bir şeyə and içmək üçün o görə tam bərəkətli olsun. Onda nöqsan olmasın. O yaranmışda nöqsan olmasın. Allah Peyğəmbərin ömrünü and içir. Deməli, Peyğəmbərin ömrü, özü də Peyğəmbərlik ilinə and içmir ha. Peyğəmbərin bütün ömrünü and içir. Yəni, Peyğəmbərin həm ömrünü bölsək, bir Peyğəmbərlik hissəsi var, Peyğəmbərlik missiyası. 23 il və ondan öncə də 40 il Peyğəmbərin yaşayışıdır. Siz təsəvvür edin, Peyğəmbərin ömrünün bütün hər bir anı o qədər bərəkətlidir ki, Allah bu ömrü and içir. Peyğəmbər, and olsun sənin ömrüvə. Ömür görə nə qədər bərəkətlidir. İnsan ömrünü belə bərəkətli eləyə bilər, bəli, eləyə bilər. Əgər Allah Peyğəmbəri digər insanlar üçün nümunə qərar verirsə, deməli, bütün insanlar eynən Peyğəmbər kimi ömürlərini belə bərəkətli eləyə bilərlər. Həzrət Əli əleyhissalam bizi qorxudur. Bizə çatdırmaq istəyir ki, 30 il sonra ayılmayın, 40 il sonra ayılmayın. Çalışın əvvəldən bu dünyanın, fikir verirsiniz, gənclərə nəsihətdir. Əvvəldən bu dünyanın boşluqlarını, bu dünyanın sürüşkən yerlərini tuta biləsiniz. Həzrət Əli əleyhissalamın bir xütbəsində var, çox maraqlı bir xütbədir. Buyurur ki, dünyaya müraciət eləyir, bizi ayıldır, bizi qəflətdən oyadır. Dünyaya müraciət eləyir, buyurur ki, ey dünya, iplərini başqası üçün saxla. Yəni, qəflət iplərini, özünə çəkmə iplərini. İplərini başqası üçün saxla. Əli boynunu çoxdan sənin iplərindən qırıb çıxarıb. Yəni, heç vaxt sənin iplərinə aldanmaram, sənin tələlərə düşmərəm. Ardıca buyurur ki, ey dünya, Əli səni çox yaxşı tanıyır.
Əli heç vaxt sənin sürüşkən yerlərə ayaq qoymaz. Sənin sürüşkən yerlərə əla bilir. Ömrün cavan hissəsi, şeytan insanın ömrünün cavan hissəsi ilə əsasən proqram qurur. İnsanın cavanlığı üçün əsas proqram qurur. Çünki ömrün ən yaxşı, ən gözəl anları ömrün cavanlıq anlarıdır. İnsanın bəzi xüsusiyyətləri var ki, insan onları cavanlıqda eləməsə, bəzi xeyirlərə, uğurlara cavanlıqda addım atmasa, yaşlı vaxtında heç vaxt onlara addım atamır. Səthi mənasında götürsə, insan 70 yaşından sonra, 60 yaşından sonra idmana başlayıb neynəyəcək? Belə deyil. Deyir, heç vaxt gec deyil. Yox, bəzi vaxtlar gecdir. 50 yaşından sonra idmana başlayıb hansı yarışda iştirak edəcəksin? Cəmaat 50 yaşında təqaüdə çıxır. Cəmaat 60 yaşında insanlar təqaüdə çıxırlar. Yəni idmandan ayrılırlar artıq. Çünki bacarmaq olmur. Yaş, bədən, o imkanları insan üçün yaratmır. Həzrət Əli əleyhissalam da buyurur ki, qəlbinizi qorxudun zamanın amansız hücumları ilə. Bu zahiri mənasıdır. Zaman çox amansızdır. Fürsət var, neysə eləyərəm. Heç kim üçün heç bir halda fürsət yoxdur. Heç kim üçün heç bir halda fürsət yoxdur. Yəni, heç kim fürsətin ona veriləcəyindən sığortalanmayıb. Başqa bir hədisi də deyim və davam eləyək biraz. Daha dərin görək, düşünə bilərik Həzrət Əli əleyhissalamın kəlamında ya yox. Başqa bir hədis budur ki, Həzrət Əli əleyhissalam buyurur ki, fürsəti qənimət bilin. Çünki fürsətlər qarışqa yerişi ilə gəlir, ildırım sürəti ilə gedir. Çox möhtəşəm hədisdir. Qarışqa yerişi ilə gəlir. Görürsən, necə aldadır adamı? İndi biz cavanlar üçün də əsas. Necə aldadır adamı? Sabah var. Təsəvvür edin, biz sabahları gözləyə 30 il qoymuşuq geridə. Burada iştirak edənlər elə bilirəm hər biri. Sabahları gözləyə 35 il qoymuşuq geridə. 26 yaşında gözləyirdim ki, 27-də belə olmayacağım. 35-də hələ eləyəm. Hələ dəyişməyib heçinə. Elə həmin keyfiyyətlər, həmin xüsusiyyətlər, həmin boşluqlar, həmin nöqsanlar hələ də var. Hələ də o nöqsanlarla birgə yaşayıram. İnsan görək, nöqsanları, bəli, keçməlidir. Heç bir nöqsan olmasa bizim həyatımızda, onda Peyğəmbər olaraq, onu da demək istəmirəm. Amma hər yaşın özünə uyğun nöqsanları var. Biz 40 yaşında 40 yaşa uyğun nöqsanları həll etməliyik. Hələ 40 yaşda, bəzən 20 yaşında olan nöqsanları həll etməyə çalışırıq və çətinləşir. İzah edə bilirəm. 40 yaşında biz misal olaraq daha dərin bir mövzuları anlamağa çalışmalıyıq. Biz 40 yaşında filan günahdan necə qaçaq məsələsində ilişib qalmışıq. Axı, bu vaxt itirir. Və sən 40 yaşında 25 yaşın problemini həll edirsənsə, və 40-ın problemi də olaraq qalır axı. Çünki 40 yaşında başın qarışmışdı 25 yaşında olan problemin həllinə. Elə, indi 40 yaşında o problem ki, onu həll eləməliydin, o qalıb axı. 60-da da gələcəksən 40-ın problemini həll eləməyə. Sonra da adamın cənazəsi qalır ortada, gəlirlər sən problemi həll eləməyə ki, evin ortasında qalmasın. Zaman belə amansızdır, adamı aldada gedir. Adamı günlər verir adam, günlər vədə verir adama, ondan sonra illər vədə verir adama, saatlar vədə verir adama, amma baxıb görürsən ki, onların heç biri yoxdur. İnsan daxilində müxtəlif proseslər baş verir. Çox qəribədir. Heç bir xəstəliyi ürəkdə saxlamaq olmaz. Kiçiyini belə saxlamaq olmaz. Hansısa xəstəliyi hiss eləsən, o siqnal vurur da bəzən. Hansısa xəstəliyi hiss eləsən məndə var, onu mütləq təftiş eləmək lazımdır. Bəzən xəstəliyi şeytan özü qoymur ki, bəzən çox vəsvəsə eləmir, çox təkid eləmir ki, hər hansı bir günah eləyəsən. Çünki bu dəqiqə günahı səhvi eləsən, indi zəif vaxtında, o günahı onun istədiyi kimi eləməyəcəksən. Bu cümləyə diqqətlə qulaq asın. İndi məndə cüz'i haradasa pahalılığa oxşayan nəsə hesab edeyim var. Şeytan hələ qoymur onu üzə çıxarasan. Qoymur ki, onu reallığa çevirəsən, praktikaya çevirəsən, hələ qoymur. Onu sənin qəlbində yığır. Çünki indi onu üzə çıxarsan ciddi bir problem deyil. O
istədiyini səndən ala bilmir. Şeytan gözləyir ki, xəstəlik sənin ürəyində yetişsin, sonra dərsin. Ona görə xəstəliyi gizlədir. Başqa bir xəstəliklə başvü qatır, başqa bir günahla, səhvlə başvü qatır. Və yaxud da bəzən görürsən, ibadətə meyilli olursan, o arif sima adamlar var, yapışıblar təsbihdən, əl çəkmirlər, misal olaraq deyirəm. Özünü təftiş eləmədən təsbihdən yapışanlardan danışıram. Özünü təftiş eləmir. Ancaq yük yığır. Fikir verin, maraqlıdır ki, bunları kim bura gətirir, gəlir. Namaz qılır, oruç tutur, özü də çoxaldır. Yəni, bütün əlamətlər gecələrin namazlarını qılıb. Bütün zikirləri, məşhur zikirləri deyir. Bütün ömrü bununla keçir. Neçə yaşına qədər onu saxlayır, axırda onu götürür, gəlir, imam qatil eləyir. Onu tez çıxarmır, üzə ki, qoy yıxsın. Onu üzə tez çıxarmaq istəmir. İstəyir bunu zikirlə başına allasın. Axı, bəzi zikirləri şeytan verir. Bəzi ibadətləri şeytan elətdirir. Ona xoşdur. Yəni, bir ibadətin daxilindəki düşüncə yoxdur, bir ibadətin mahiyyətindəki düşüncə yoxdur, onu şeytan elətdirir. Hər nə boyda ibadət eləyirsənsə elə, onu şeytan elətdirir. Çünki mahiyyəti Allah deyil. Başını qatır, istəyir ki, başı qarışsın. Baxırsan ki, kimsə maşını aldı, balaca azacıq narahat oldun. Azacıq narahat oldun. Kimsə sənin yanında tərifləndi, azacıq narahat oldun və sən də üstündən keçdin, getdin. Kimsə hər hansı bir uğura imza atdı, sən azacıq narahat oldun. Amma keçdin, üstündən getdin. O keçib getdiyin, üstündən keçib getdiyin xəstəlik var. Artıq yemlənir orada. Xəstəliyi sağaltmasan, xəstəlik müalicə olunmasa, heç vaxt qəlbdən çıxmır. Əminliklə bilək bunu. Xəstəliyi müalicə eləməsən, heç vaxt o qəlbdən çıxmır. Sən gözləyirsən, bu xəstəlik hələ qidalanır. Sabahları başqa birində gördün bir şey, başqa birində bir uğur gördün. Misal olaraq paxıllığı misal vurdum, başqa bir şeydə misal vura bilərik. Başqa birində maraqlı bir şey gördün, orada da hiss elədin ki, nəsə bir azacıq narahatçılıq oldu. Azacıq narahatçılıq oldu. Bu yemlənir, xəbərin yoxdur. Bu xəstəlik artıq öz işini görüb. Heç görmüsünüz adamın əlinə, barmağına, ya əlinə balaca bir tikan kimi bir şey batır, nə vaxt işləyəndə, eləyəndə batır. Görmürsən də onu. Görmürsən. Sonra harasa əlbə toxunduranda görürsən, nəsə ağrı verdi dərhal. Ağrı verdi. Axtarırsan möhkəm işıqda. İşıqda axtarırsan, görürsən, balaca bir çox cüzüdür, çox cüzüdür. Batıb qalıb orada, artıq başlayır üzü üstələm çirkələməyə, ona görə ağrı verir. O deyirlər, əldə dırnaq, nəsə bir su oğurmaq filan dırnağın yanında, balaca bir nəsə boşluq olur, görürsən ki, dərinin altına su yığılır. Sonra əli vuranda görürsən ki, bəzən elə ağrı verir ki, az qalıb sümüyün doğransın. Belə bir ağrı verir. Biz də axtarıb görürük, axı, mən namazlarımı vaxtında qılıram, mən oruç tuturam, ziyarətlərə gedirəm. Bu qəlbimdə olan ağrı neyin ağrısıdır? Bu qəlbimdə olan narahatlıq neyin narahatlığıdır? Niyə qəlbim nurani olmur? Niyə görə bu ağrıyır həmişə? Elə bir nəsə itirib axtarır, tapa bilmir. Eynən bədənin misalı kimi, yüngül bir toxunub o ruhun ən incə, belə deyil, sütunlarına, birisi də, məsələn, paxıllıq kimi xəstəlik, özünü göstərmək kimi xəstəlik, bunlar çox həssas xəstəliklərdir, qəlbdə olsa. Toxunub ruhun ən incə sütunlarına çirki eləyir, xəbərin yoxdur. Və namaz da qılırsan, ödəmir. O aramlığı əldə eləyə bilmirsən. Oruc da tutursan, o aramlığı əldə eləyə bilmirsən. Axtarırsan, ki, axtarın insanlardan söhbət gedir. Axtarırsan, yeni bir həyat axtarırsan, onu da tapa bilmirsən. Bir alim çıxışına qulaq asırsan, qulaq astığın vaxt biraz örtür üstünü, ağrı kəsicidir də, biraz örtür üstünü, amma yenə o deyil, yenə ağrılar var. Ona görə Həzrət Əli əleyhissalam buyurur ki, amansız hücumlardan qoruyun qəlbinizi. Amansız hücumlar nədir? Dayanmışdın,
Adam görür qəlbi ilə məşğul olsun ki, bunlar faydalı olsun da. Yəni adam qəlbi ilə məşğul olmasa, qəlbi onun üçün mərkəz mövzu olmasa çətin olacaq. Deyir ki, hisslənən adam deyil, aram adam. Necə oldu, çıxdı özündən. Bu hisslənib əslində. Bu hər gün qəzəblənib. Bu 2 gündən bir qəzəblənib. Sadəcə yüngül qəzəblənib, yığılıb, indi partladı. Artıq partlayışa çevrildi. Yığılırdı içində. İndi biz bu xəstəliyi vaxtında mütləq təftiş eləməliyik. Hesab edin, bir nəfərin ürəyində, qəlbində ola bilər deyə insan hamımızda. Biz üzərində dayanaq. Qəlb belə bir dəyərdir ki, həmişə həkim nəzarət istəyir. Həmişə. Daimi olaraq bu nəzarət istəyir. İndi bir nəfərin ürəyində hesab edin paxıllıq var. Ən azı var. Ən azı belə paxıllığın oddur. Peyğəmbər buyurur ki, bir nəfərin qəlbində, mövzumuz paxıllıq deyil ha, bunu misal olaraq qeyd edelim. Peyğəmbər buyurur ki, bir nəfərin qəlbində paxıllıq olarsa, cənnətin iyini duymaz. Niyə görə duymaz? Çünki bəzi şeylər var ki, onun azı da böyük bir bəladır. Bir nəfər əxlaqsızlıq eləyib, bir dəfə eləyib. İzah eləyə bilirəm. Bu işin biri də çoxdur, çoxu da çoxdur. Ona görə bizə deyir Həzrət Əli əleyhissalam ki, o qəfil hücumlar var, qəlbi və onlardan qorxud. Zamanın qəfil hücumları. Deməli, biz cavanlığımızdan, gəncliyimizdən yığırıq. Gəncliyimizdən yığırıq ürəyimizə. Xəbərimiz yoxdur. Xəbərimiz yoxdur. Gəncliyimizdən yığırıq. Və bunları təftiş etmədiyimiz üçün və bu xəstəliklər üzündən mübarizə etmək qüdrətimiz olmadığı üçün böyüyüb başlayırıq mübarizəyə. Fitnələr nə vaxt başlayır? İnsan artıq ixtiyar sahibi olandan sonra, nə qədər ki uşaqdır, ixtiyar sahibi olandan sonra başlayır fitnələr. Təsəvvür edin, bir evdə çox görmüşük də, Allah uzaq eləsin, ümid edirəm ki, biz eləməmişik elə şeylər. Bir evdə ata uşaqlıqdan danlayır uşağı, öz evladını. Xəbəri yoxdur ki, özü üçün bunun ürəyində böyük bir dənə bəla hazırlayır. Körpəlikdən danlayır, onun da gücü yoxdur. Başqa bir çarəsi yoxdur. Ağlayır və ürəyinə yığır. Sonra deyir ki, oğlumun 16 yaşı vardı, heç gözləməzdim, qayıtdı üzmə. Bu 16 illik danlaqların toplantısıdır, yığışdı, qayıtdı atanın üzünə. Fikir versin, necə yığılır? Biz yığmışdıq onu, xəbərimiz yox idi. Əgər Allah uzaq eləsin, belə bir şey varsa, biz onu yığmışdıq. Cüz'idir deyə bir dəfə qəzəblənmişəm, amma gücüm çatmayıb danışmağa. Balacayam axı, yaşım azdır. Bir dəfə qəzəblənmişəm, gücüm çatmayıb qayıdım. 10 yaşında keçib öz otağıma misal olaraq əlimi vurmuşam stolun üstünə ki, ya divara vurmuşam ki, əl çəkmirlər də məndən. Bu əslində yığılır da, bunu ona vurmağa gücün yoxdur da, elə uşaqsan. Sonra bir neçə müddətdən sonra gəlir, o qəzəb partlayır. Görürsünüz, yığılır partlayır. Yoxsa olanmazı insanda o boyda qəzəb olsun birbaşa. Yığılır partlayır. Və nəticə etibə partlayışında sən əgər mömin olsan, ibadət eləyən olsan, ibadət eləyən olmasan da, sənin qəlbinin, ruhun, mənəvi sütunlarına elə bir zərbə vurur ki, illərlə ayağa qalxa bilmirsən. Digər xəstəliklər də belə. Yığılır insanın ürəyində qalır, partlayış vaxtı və salam olsan həll eləyə bilmirsən. Mərhum Hacı deyərdi ki, bir xəstəlik, hər hansı bir xəstəlik varsa qəlbdə, onu tez aradan qaldırmaq lazımdır. Azını da aradan qaldırmaq lazımdır. Gözləmək lazım deyil ki, mənim paxıllığımdan bir fitnə yaransın. Sonra təsəvvür elə o fitnə axı yaranmaq üçün danışırsan da, mərhum ustad deyirdi ki, çalış, onu heç danışma başqasıyla. Çünki o xəstəlik ki var ürəyində, hiss elədim var, başda onunla mübarizəyə. Misal üçün, paxıl adam görək heç bir uğur mövzusunda iştirak eləməsin. Paxıl adam heç bir uğur mövzusunda görə iştirak eləməsin. Niyə görə? Çünki özündə yoxdursa nəsə, heç vaxt o güclü məsləhət verə bilməyəcək. Paxıllıq özü də bilmədən həmişə ona düzgün məsləhəti verməkdə mane olacaq. Gözü partladı, artıq sən müzakirə əhli də ola bilmədin. Səndən hər şey aldı. Zaman belədir. Ona görə mütləq qəlbin keşiyində durmaq lazımdır. Bəzən görürsən ki, 3 nəfər adamla çox normalsan,
Çıxdın başqa bir məclisə, başqa bir auditoriyaya çıxdın, başqa bir cəmin arasında dərhal bir dənə qürur gəldi sənə. Dərhal bir dənə qürur gəldi sənə. Nə bilim, geyiminlə qürurlandın, maşınınla qürurlandın, işinlə qürurlandın, neyləsə də. Neyləsə qürurlandın. Elə deyil, fərqi yoxdur. Deməli, səndə var idi, yığılıb qalmışdı. Ünvanını tapan kimi partlayış baş verdi. Ünvanını tapan kimi partladı. Bəzən görürsən, hər hansı bir cavana uyğun günah, hər hansı bir cavana uyğun, cavanlığa uyğun günah. Necə oldu mən bu cinayət elədim? Necə oldu mən bu cinayəti əlimə atdım? Sənin xəbərin yox idi. Səni ya din, ya sənin dindar yoldaşlarının səni olan baxışlarının dəyişkənliyindən qorxu səni nədənsə saxlamışdı. Cəmaatın qınağından qorxmaq səni saxlamışdı. İndi bu qınaqlar getdi, sən içimi bütün açdın, tökdün, partladı. Və heç vaxt and içmişdin ki, bu şeyi mən heç vaxt eləmərəmsə onu elədin. Bu andım nə üçün idi? Bu andım ona görə idi ki, mən digərləri bunu eləsələr, mən narahat oluram. Bəzi günahlar var ki, mən o günahların günah olduğuna görə onları qınamıram. Mən o günahları ona görə qınayıram ki, mən eləyə bilmirəm, başqalar eləyir. İzah eləyə bildim. Mən bir bəla açmışam başıma, hesab eləyin. Salmışam özüm məscidin içindən, indi buradan çıxa da bilmirəm bu qurudan. Mən onu səhər eləsəm, aləm deyəcək bir-birinə. Mənə pis baxacaqlar. Mən də burada başlayıram o günaha zərbə vurmağa. O günahdan danışırlar. Demək ki, Allah lənət eləsin. Fikir verirsiniz, aqressiv yanaşıram həmin şeyə. O xəstəlik içimdə var mənim. Mən eləyə bilməyəndə, bu xəstəliklə yanaşı həm də paxıllıq var. Mən onu eləyə bilməyəndə, başqaları eləyəndə, mən artıq ona qarşı ciddi bir səfərbərlik əmri verirəm. Bu əslində günaha qarşı deyil. Bu mənim edə bilmədiyim və digərlərinin edib ləzzətlə danışdıqlarına qarşıdır. Danışanlara qarşıdır. İzah eləyə bilirəm. Görürsünüz, xəstəliklər necə həssasdır, necə incədir. Ona görə deyirlər, Əllamə Təbətəbai, Allah ruhunu şad eləsin, heç kimin işinə qarışmırdı. Otururdu, ancaq özü ilə məşğul olurdu. Soruşurlar ki, sən də müdaxilə elədi, hamı müdaxilə elədi bir məsələ. Bizdə elə də bir məsələ oldu, hamımız hücum edirik, hamımız o məsələnin professor oluruq. Hər məsələdə elədir. Bütün mövzularda bizim rəyimiz var. Bütün mövzularda. Bir dənə öz qəlbimizdir ki, onun haqqında dərin bir rəyə malik olmalıyıq. Yoxuq. Orada yoxuq. Və ona görə də nəticə, ona görə də bütün mövzularda varıq. Burada yoxuq deyə bütün mövzularda biz var oluruq. Həqiqi varlığımız yoxdur deyə, ona görə məcazi məsələlərin hamısında varıq. Əllamə Təbətəbaiyə deyirdilər ki, niyə sən qarışmırsan da, niyə danışmırsan? Deyirdi ki, mən düşünürəm ki, insana özünü islah edəcək qədər vacib ikinci bir iş yoxdur. Özümlə məşğulam. O qədər başı qarışıb özünə. O qədər təmiz eləmişdi ürəyini, o dövrünün arifləridir. Qəlbini o qədər təmiz eləmişdi, o qədər paklamışdı ki, hətta deyirlər, ömrünün axırında yazır ki, mən bu dünyada yaşadığım müddətdə bir nəfərin belə ürəyini sındırmadım. Çox maraqlı adamdır o. Olduqca maraqlı adamdır o. Bir nəfərin belə, bu necə ola bilir? Ola bilir də. Ola bilir. Onun ömrü olduqca bərəkətli idi. Buyurur ki, bir nəfərin belə ürəyini sındırmadım. Görün, nə qədər mühüm məsələ. Niyə? Niyə görə? Hətta bir nəfər deyir, mən Əllamə Təbətəbaini bir dəfə götürdüm, maşınımdan aparırdım. Evinə aparırdım. Yolda heç nə danışmadı. Yolda heç nə danışmadı. Düşəndə dedim ona ki, axı heç nə danışmadınız siz. Baxdı mənə, dedi ki, heç nə soruşmadın axı. Maraqlıdır. Görürsün nə maraqlı həyat tərzidir. Deyir, heç nə soruşmadın axı. Dedim, danışaram, birdən səni narahat eləyərəm. Yox, o evə qədər onun qulağını yarı eləməsə, mən çəkən döyürəm ondan. O evə qədər bu filan zikri deyərsən, o mahnını niyə qulaq asırsan, harada işləyirsən, neyini, bütün deylalarını öyrənəcəm onun. Bütün deylalarını. Sonra düşəcəm, o əgər sürücülü ilə məşğuldursa, bu yolla ailəsinə ruzi qazanar, o işləyə bilməyəcəm məndən 2-3 saat sonra. Gedib dincəlməlidir bir yerdə. Fikir verirsə, bu həyat belə şirin olur. Həyat belə şirin. Danışmır, ancaq özü ilə məşğul olur. Özü ilə məşğul olduqca,
Allah Quran-ı Kərimi ona niyə görə nazil edib tapır? 20 cild Qurana təfsir yazır əlimizdən. Danışanda elə danışır ki, heç kim onun kimi danışa bilmir. Bir də ariflərin məsləhətlərinə, nəsihətlərinə baxın. Bütün biz hamımız danışırıq da. Hamımız danışırıq. Bir də ariflərin nəsihətlərinə baxın. Paylaşırlar, ya özünüz oxuyursunuz, kitablardan baxın, internet vasitəsilə baxın. Görəcəksiniz, bir söz deyir. Bir söz deyir. Hamısı valih olur sözə. Əslində hamısının sözüdür o, hər birimizin sözüdür o. Sadəcə biz o qədər lazım olan nöqtəyə diqqət ayırmamışıq ki, içimizdən, daxili aləmimizdən o sözü çıxara bilməmiş, amma çıxarıb. Çünki onun diqqəti yalnız oraya yönəlib, ona görə çıxara bilib. Bu mühüm məsələdir. İnsanın ürəyinə nəyinsə yığın, heç nəyi boş qoymayın qalsın. Çünki qəflətən hücumlar olacaq. Sən şəxsi bir şeyə görə incimişdin kimdənsə. Onu həll eləməmiş yatmamalısan. Çünki o proses gedir sənin ruhunda. O proses gedir, çirkləndirir. Qaldıqca çirkləndirir. Haqlı da olsan, haqsız da olsan. Qaldıqca o çirkləndirir. Bu xəstəlik proses gedir. Bu öz işini görür. Quran-ı Kərim buyurur ki, fi qulubihim mərazun fəzədahumullah məraza. Onların qəlblərində xəstəlik var. Allah onların xəstəliklərini artırar. Çox maraqlıdır. Bu necə Allah artırar? Allah istəmir biz islah olaq. Yəni, baxın, qəlbin xəstəlik özü özünə sağalar. Xeyr. Mənim qəlbimə bir xəstəlik düşüb, burada Allah artırar, başqa mənadadır. Mənim qəlbimə bir xəstəlik düşüb, bu xəstəliyin müalicəsi üçün həkimə müraciət eləməliyəm. Bəli. Həkim düsturlarını, reseptinə əməl etməliyəm, əsl həkimin. Bəli. Mən bu xəstəliyi o reseptlə müalicə etmirəm deyə qalır, olduğu vəziyyətdə xəstəlik çoxalır axı. Xəstəlik belə çoxalar, belə artar. Həkimə yaxın getmədilərsə artacaq. Bir nəfər deyirdi ki, bir alimdən danışırdı mənim üçün. Deyirdi ki, yəni mənim üçün bir nəfər söhbət edib. Deyir ki, mən ondan incimişdim. Bir şəxsi məsələdir. Sonra o alimə heç vaxt qulaq asmırdı. O alimə də kim qulaq assaydı doğru düzgün xoşbəxt ola bilir. Bu deyir, mən ona illər sonra, neçə illər qulaq asmadım. Neçə illər. Və o alimin haqqında şübhəyə düşmüşdü və bir mənfi fikri var idi. Mən baxdım, gördüm ki, bu hadisələrdən düşdüyü şübhə, hadisələrdən gəldiyi nəticə deyil. Neçə il bundan qabaq ki, şəxsi incimişdi ondan, o dəstək verdi. Bu hadisələrdə bu onun haqqında şübhəyə düşdü. Görürsünüz, haradan hara gəldi. Nəticə etibarilə mən əminəm ki, mən bilirəm, o halallıq almadan həmin alim dünyasını dəyişib, Allah ruhunu şad eləsin. O bundan halallıq almayıb. Fikir ver, getdi məsələ. Gözü zaman aman vermir. Ona görə insan gecə kimdənsə incili yata bilməz. İnsanın qəlbində qalır, sonra başlayır böyük bir cinayətə çevrilir. Gələk Əyyam-ı Fatimiyyəyə. Mədinə cəmaatı Peyğəmbərdən incili idilər. Mədinə cəmaatı Peyğəmbərdən incili idilər. Amma bunu yığırdılar ürəklərində. Bir gün Peyğəmbərlə şad olurdular, bir gün Peyğəmbəri görəndə qəmli olurdular. Hətta Peyğəmbər Əbu Hüreyrəyə deyir bir gün ki, Əbu Hüreyrə Peyğəmbərin görüşünə gəlir. Peyğəmbər Əbu Hüreyrəyə deyir ki, Əbu Hüreyrə, çalış məni gec-gec görəsən. Diqqət eləyin, çox maraqlı dünyada yaşayırıq. Deyir, çalış mənim görüşmə gec-gec gələsən ki, ürəyində kin baş qaldırmasın. Yəni, siz təsəvvür edin, uzaqda olur, Peyğəmbər üçün darıxır və yaxud da heç darıxmır, gəlir Peyğəmbəri görməyə. Peyğəmbər deyir bir adama ki, görün nə günə qalıb ürəyi. Peyğəmbər bir adama deyir ki, sən çalış məni gec-gec görəsən ki, ürəyində kin baş qaldırmasın. Peyğəmbəri görür, kini baş qaldırır ürəyində. Bu Peyğəmbər ətrafında olanlardandır. Yəni, zahirən İslama iman gətirib. Peyğəmbərə iman gətirib. Necə oldu Mədinə cəmaatı biganə oldular? Həzrət Əliyə, xanım Zəhraya laqeyd oldular. Bu laqeydliklərinin əlaməti nə idi? Nədən qaynaqlandı? Səbəbi nə idi? Təsəvvür edin Peyğəmbər zamanı. Fikirləşməyin ki, adam da Peyğəmbərə kim bəsləyər? Niyə bəsləmir? İndi Peyğəmbərdən uzaqsan, kim bəsləmirsən də. İndi Peyğəmbərdən uzaqam, ona görə Peyğəmbərə kim bəsləmirəm. Paxıllıq yaranmır ürəyimdə. Çünki uzaqam. Peyğəmbər real olaraq, kimisə sənin qabağında səndən çox qucaqlamayıb hələ ki.
İzah eləyə bilirəm. Təsəvvür eləyin. Peyğəmbər bunların gözünün qarşısında Əli üçün tərif deyir. Əli üçün tərif deyir. Bunların gözünün qabağındadır bu. Bax, qəfil hadisələr necə baş verir? Diqqətlə qulaq asın. Deyir, qəlbimizi qorxudun ki, zamanın amansız hücumlarından amanda qalasınız. Peyğəmbər buyurur, təsəvvür eləyin. Bütün sahabələri bildiyiniz, tanıdığınız, tanımadığınız diqqətə çəkin. Peyğəmbər buyurur, Əlinin xəndəkdə vurduğu zərbə bütün insanların və cinlərin ibadətindən üstündür. Bir dənə od düşdü ürəklərə. Əlini tərif elədi. Biri başlayır, əmisi oldu, ona görə də bu vəhiy deyil. Biri belə başlayır. Biri deyir, misal üçün ki, necə ola bilər, bütün insanların və cinlərin ibadətinə üstündə olsun, bir qılınc vurub da, biri belə başlayır, körlanır. Misal olaraq, nə qədər variantlar var. Körlanır. Peyğəmbər gəlir başqa yerdə deyir ki, Əmras gəldi Peyğəmbərin yanına, bir döyüşdə iştirak eləmişdi özdə, göstərdi Peyğəmbərə ki, Peyğəmbər də görsün o ki, yəni mən də döyüşürəm, Əmras. Dedi Peyğəmbərə ki, Peyğəmbər də od qoyub onlara. Ürəyi islah eləməsən. Axı, indi burada zaman belə deyərsiniz, sual yaranır ki, Peyğəmbər niyə əlini tərif edir? Axı, bu bəşəriyyətin imamıdır. Bunun tərif olunması problem deyil. Sən niyə ürəyi körlamısan ki, tərif eşidə bilmirsən başqasının haqqında? İzah eləyə bilirəm. Niyə körlamısan? Sonra axırda gəlir deyirlər, sən Yəqub Peyğəmbər deyirlər ki, Yusufun fanatı olmusan sən. Müasir dövründən desək, Yəqub Peyğəmbər olsun, deyir, sən Yusufa fanatsan. Deyir, bu qədər istəməzlər, özünü öldürəcəksən, görürsünüz. Sonuncu Peyğəmbərə deyirlər ki, sən Əlinin fanatı olmusan. Yəni, bu dövründən deyirəm də. Axı, bu Əlinin haqqıdır bu təriflik, bu tərif. Elə deyir, işim yox. Peyğəmbər gəlir, Əmras deyir Peyğəmbərə ki, ya Resulallah, filan sahabə necə döyüşdü filan döyüşdə? Deyir, belə döyüşdü. O sahabə necə döyüşdü? Peyğəmbər bir-bir sayır. Deyir Peyğəmbərə ki, bu əslində bunları biz niyə sayır? Ki, Peyğəmbər gəlsin, desin ona, gəlsən də pis döyüşməsin. Özdə döyüş bax, əslində başqalarının tərifi ilə başlayır ki, özünə gəlsin, çatsın da. Peyğəmbər gəlir, axıra qədər sahabələri sayır, Əmras deyir ki, heç Əlidən danışmadın. Da deyə bilmir, məndən danışmadın. Deyir, heç Əlidən danışmadın, Əlinin döyüşməyindən danışmadın. Peyğəmbər baxır Əmrasa, bax, belə də eləyir, Əli ilə işarə edir ki, Həza yəsəluni anin nəfs. Bu, özümü özümdən soruşur, adam özünü tərif eləyər. Od qoydu Əmrasın ürəyinə. Əmras başladı. Bu gəlmişdi ki, bir kəlmə özü üçün tərif eşitsin, baş tutmadı. Bunlar yığılır. Bunlar bütün məscidin, bu rahat deyil ha. Məscidə açılan bütün qapılar bağlansın, bircə Əlinin qapısından başqa. Xahiş edirəm, diqqətlə qulaq asın, proseslər necə gedir? İnsanların ürəkləri necə körlanır? Bir alim vardı, deməli bir cavan vardı, mən tanırdım onu, Allah qorusun onu. O bir gün dedi ki, söhbət edirdik, o biraz açıq deyim də, rahat. Mərhum Hacı haqqında bir, belə deyək də, kampaniya başladılmışdı, haqsız kampaniya, mənfi olaraq. Bu cavanla danışırdıq biz, dedi ki, bir dəfə də olsun yazmadım, müdafiə eləmədim. Deyəm, niyə? Deyir, çox istəyirəm, amma eləmədim. Deyir, bir vaxt o bizi müdafiə eləmədi, onu eləmədim. Fikir verirsən. Hələ bəlli deyil, ha, onu müdafiə etməyib. Mən təftiş eləsəm, bəlli eləyərəm, bilirəm məsələni. Cəm olaraq bizə dəstəyi vermədi, ona görə gör, hardan saxladı ürəyində. Burada müdafiə eləmək məsuliyyət daşıyırdı, vəzifəsiz eləmədi və salam getdi. Bax, imamla da belə olur. Peyğəmbərlə də belə olur. Sən bu zamanda Peyğəmbəri qaldırırsan uca dağlar başına, amma Peyğəmbərin yanında olanda qonşun olur. İzah eləyə bilirəm. Peyğəmbərin yanında olanda sənin üçün o boyda olmur o. O əzəmətdə eləyə bilmirsən. Ona görə başlayırsan onun hərəkətlərini izləməyə, onun hərəkətlərini təftiş eləməyə. Çox ağrılacılıdır. Əyyam-ı Fatimiyyədə düşmənə lənət deməkdən çox nəfsə lənət demək daha maraqlıdır. Daha yaxşıdır.
İnsan bu zamanda aparsın özünü o zamana, 1400 ili qatılasın, birləşdirsin, özünü orada görsün. Təsəvvür elə bizə. Hər gün istəyən Peyğəmbər bir dənə sənə də çox sağ ol desin, demir sənə çox sağ ol. Peyğəmbər təşəkkür eləmir sənə. Biz üçün nə qədər ağırlı acılıdır. Allah eləməsin bunlar yığılsın. Bunlar yığılır. Yadda saxlayın ki, zamanın qəflətən hücumu və bu daxili aləmdə də. Daxili aləmdə deyirlər ki, keçmişin qəflət hücumları olur hadisələrdə. Sən sonra onun öhdəsindən gələ bilmirsən. Yığılır, yəni bu zaman zahirən getdikcə günlər, axı sən də mənəvi olaraq da sən artırsan, mənəvi olaraq da sənin halında dəyişkənliklə olur. Bunlar bir-bir ürəklərinə yığırlar, qəlblərinə yığırlar, Peyğəmbərdən iç aləmlərində küsüblər. Diqqət edin, Peyğəmbərdən küsüblər. Peyğəmbərdən küsüblər, hərəsi bir yerdə inciyib. Biri fikirləşmişdi ki, mən döyüşdə hamıdan çox vuruşmuşam, misal olaraq. Amma Peyğəmbər qəniməti mənə az verdi. Görürsünüz? Deməli, bu hesablamamışdı ki, mənim ehtiyacım, Peyğəmbər borclu deyil, mənim ehtiyaclarımı ödəyəcək qədər qənimət versin. Döyüşdən, döyüş iştirakçısına nə qədər qənimət düşürsə, Peyğəmbər o qədər verə bilir. İzah edə bilirəm. Amma bunun arzusu, gözləntisi ki, çox idi. Gözləntisinə uyğun almadı, ona görə də saxladı ürəyində də, danışmadı ki, Peyğəmbərdir. Görün, nə qədər həssasdır, nə qədər ciddidir. Danışmadı ki, Peyğəmbərdir. Peyğəmbər dünyasını dəyişdi. Hələ Peyğəmbər dünyasını təzə dəyişib, biraz partlayış oldu bunlarda. Ağladılar, sızladılar filan beşməkan. İndi Peyğəmbər kimi biri hakim olmalıdır yenə bunlara. Çox gözəl bilirlər ki, biz yenə Peyğəmbərdən gördüyümüz rəftarı bundan da görəcəyik. Peyğəmbər bizlə necə davranıbsa, yersiz tərif ala bilməmişik ondan. Yersiz çox sağ ala bilməmişik ondan. Yersiz qənimət ala bilməmişik ondan. Yersiz Beytülmaldan nəsə ala bilməmişik ondan. Yaxşı, biz Əlidən yenə görəcəyik bunu. Peyğəmbər zamanında da Əli elə Peyğəmbər kimi davranıb bizdə. Diqqətlə qulaq asın, yekunlaşdırıram. Peyğəmbər kimi davranıb bizdə. İndi Əlinin işi düşüb çətinliyə. Peyğəmbərin kürsüsündə əyləşməlidir, Peyğəmbərin yerində əyləşməlidir. Bir neçə nəfər də gediblər, şura qurublar, Əlini uzaqlaşdırırlar. Ürəklərində biz nə deyiblər onlar? Qoy canını çıxsın Əlinin. Qoy canı çıxsın. Vaxtında bizə istədiyimiz hörməti eləyərdi, biz də bugün ona kömək eləyərdik. Ona görə də oturdular evlərində, Əliyə heç kim kömək eləmədi. Görürsünüz, problem hardan başladı, neçə 23 ilin problemi idi, gəldi harda partladı, Peyğəmbər dünyasını dəyişdi, problem qabardı, qəfil bir hücum baş verdi onlara, düşdü yadlarına ki, Əli bizim əmimizi öldürüb döyüşdə, Əli bizim qardaşımızı öldürüb İslamdan qabaq. Bunlar hamısı düşdü yadlarına, qəfil hücum baş verdi qəlblərindən. Paxıllıq, kin, küdürət partladı. Dedilər ki, qoy öldürsünlər. Heç kim Həzrət Əliyə kömək eləmədi. Heç kim. Necə ola bilər? Peyğəmbər sevənə Fatimə Zəhra yaxınlaşsın, qapısına qədər yaxınlaşsın ki, Əliyə kömək etmək lazımdır. Qapını açmayasan Fatimə Zəhranın üzünə. İzah eləyə bilirəm. Kin olmasa necə ola bilər ki, sən Fatimə Zəhranın üzünə qapı açmayasan? Necə ola bilər ki, Peyğəmbərin qızını öldürsünlər, sən dözəsən, sən rahat olasan. Sən gedib müdafiə eləməyəsən. Niyə? Necə ola bilər? Peyğəmbər öz qızını, bunlar elə bilirdilər ki, qız olaraq tərif edir. Peyğəmbər ki, Fatiməni tərif edirdi, heç kimin Fatimə kimi qızı yox idi. Heç kimin Fatimə kimi evladı yox idi. Bunlar Fatimənin varlığına paxıllıq edirdilər ki, Peyğəmbərin Fatimə kimi qızı var. Peyğəmbərlə bərabər bildikləri üçün özlərini, Peyğəmbərin qızını da öz qızlarına bərabər bilirdilər. Və Peyğəmbərin qızına da paxıllıqları var idi. Ona görə Fatiməyə heç kim kömək eləmədi. Gördünüz necə baş verdi cinayət? Qəfil hücum, qəfil hadisə baş verdi və salam, hamı imtihandan kesildilər.
Hamı imtahandan kəsildi. Görürlər bunlar, bütün qapılar bağlandı məscidə, bir dənə Əlinin qapısı qaldı. Ürəklərində narazı idilər. Əli kimdir ki, onun qapısı bağlanmasın məscidə? Bircə Əlinin qapısı qaldı. Bircə Fatimə evindən məscidə daxil ola bilir. Təsəvvür edirsiniz? O dövrdə. Bircə Əli evindən məscidə daxil ola bilir. Başqa heç kim. Bütün qapılar bağlanıb. Əmr gəldi ki, qapılar bağlansın. Məscidə açılan evlər, məscid belə idi ki, evlər məscidin ətrafında idi. Evdən, həyətdən məscidə qapı vardı. Allah əmr elədi ki, şəri qaydası da var, toxunmuram ona. Əmr elədi ki, bütün qapıları bağlı, Əlinin qapısı qalsın. Əli kimdir ki, onun qapısı qalsın, nəuzubillah. Bunlar hamısı yığılırdı. Gəldi, nə oldu? Əyyam-ı Fatimiyə baş verdi. Gəldi, xanım Zəhranın şəhadəti ilə qəlbinə baxmayanların, qəlbinin qeydinə qalmayanların sonu xanım Zəhranın şəhadətinə susmaqla nəticələndi. Allah o qəlbləri cəzalandırdı. Allah o qəlblərə cəza verdi. O qəlblərin cəzası budur ki, Allahın Fatiməsi öldürülür, sən müdafiə eləmirsən. O qəlbin cəzası budur. Görürsünüz necə baş verdi? Gəldi xanım Zəhra salamul əleyha məscidə. Gəldi məscidə daxil oldu. Bilirsiniz niyə çağırıblar? Hələ mən məsciddən çıxışını demirəm. Bilmirəm, bizim duamız böyük bir təsir eləməyəcək. Mənim özümü deyirəm. Amma mən deyirəm, burada sizin adınızdan da icazəvizlə deyirəm ki, hər dəfə bunlar danışılanda deyirəm ki, Allah İmam Zamana səbir versin. Həqiqətən. Sizin adınızdan da deyirəm. Bilirsiniz niyə çağırırlar xanım Zəhranı məscidə? Məscidə niyə çağırılır? Diqqətsiz məndə olsun, narahat olmayın. Məscidə niyə çağırılır? Gəlsin görək, Fatimə düz danışır ya səhv danışır? Bu ən böyük cinayət budur. Fatimə düz danışır ya səhv danışır? Fatimə haqqında bu söz deyilirsə, bu gözlənti varsa, Allaha and olsun, ən böyük cinayətləri budur. Ən böyük cinayətləri budur. Gəlir xanım Zəhra məscidə. Amma o qapıdan gəlmir. Çöllə gəlir. Yolla daxil olur məscidə. Yolla daxil olur xanım məscidə. Məscidə daxil olur, görür ki, hamısı əyləşiblər. Görür ki, hamısı yığılıblar, hamısı oturublar. Amma heç kim başını yuxarı qaldırmır. Bağışlayın məni bu sözümə görə. Tarixi hadisəni istəyirəm biləsiniz. Və yaxud da təkrar olsun bizim üçün. Birinci deyir xanım Zəhraya ki, bilir ki, bunlar hamısı xanıma kinlidirlər. Xahiş edirəm sizdən, təsəvvür edin, bir xanımın məscid kişilərlə doludur. Bir xanımın onların arasında özünü sübut etmək halı. Hamısının ürəyində kim var? Görün necə tənha qalır. Görün necə tək o tənhadır. Heç kimi yoxdur. Baxır ki, onların arasında deyir ki, mən Peyğəmbər qızı deyiləm, faydası olmur. Onların arasında deyir ki, mən Peyğəmbərin ürəyinin meyvəsi deyiləm, Peyğəmbər mənim haqqımda bu söz deməyib. Bir nə deyirlər ona? Deyir, atam Peyğəmbərin şənindən dünyan üçün istifadə eləmə. Allah and olsun. Bu sözü eşitir xanım Mədinədə. O qədər çətinlik çəkir. Düzdür, məddahlar, rozixanlar, qapı, divar mövzusunu oxuyurlar. Bəli, var, onlar da olub. Amma mənim ürəyim burada yanır. Çox yanır ürəyim burada. Həqiqətən ən çətin an o andır ki, düz adama günah nisbəti versinlər.